Sosial şəbəkədə bəzi mənim çıxışlarım bəzi insanların xoşuna gəlmir, xüsusən İran aşiqlərinin. Mən İran haqqında danışanda bu şiəliyin tənqid olunması deyil. İranın şiəliyə dəxli yoxdur. Bu gün informasiya müharibəsi deyilən bir müharibə var. İndi mən o xanımlara qoşacağım, siz də baxın və çoxları mənə təklif edir ki, mən dinməyim. Yəni mən susmalıyam, bizi təhqir eləməlidirlər, tənqid eləməlidirlər. Rəqib tərəf biz də susmalıyıq. Bu ola bilər sizə aiddir. İnsan digər canlılardan fərqli olaraq adekvat reaksiya vermək qabiliyyətinə malik olmalıdır. Mən sosial şəbəkədə danışanda mən hansısa baboşlar rolunda yatsaq ki, kiməsə cavab vermirəm. Mənim apardığım mübarizə isə bu informasiya müharibəsidir. Xoşunuza gəldi, gəlmədi. Təriqətin, İslamın, dinin bu işə dəxli yoxdur. Burada bir sosial özünü müdafiə eləmək qabiliyyəti var. İnsan özünü müdafiə eləməkdə təkcə bu müharibə yolu ilə deyil, həm də dili vasitəsilə, yəni danışıq vasitəsilə, informasiya vasitəsilə də mübarizə aparmalıdır. Bu da mənim apardığım mübarizələrdən biri. Bizim ölkə yaxşı, pis, bizim siyasi sistem yaxşı, pis, bu bizimdir. Bunu kimsə mənə irad tutanda, məndə səhv görəndə, bizim ölkəni səhv bilənlər, bizim ölkə haqqında mənfi rəy formalaşdıran insanlar danışanda isə mənim bu xoşuma gəlmir. Məsələn, xüsusən də bu başqa ölkədən olanlar. Məsələn, İrandan olsun, Rusiyadan olsun, Ermənistandan olsun və yaxud digər ölkələrdən fərqi yoxdur. Əgər bizim ölkənin vətəndaşlarından başqa, bizim ölkənin vətəndaşları özlərimiz bilər. Biz özümüz öz içərimizi daha yaxşı bilirik. Kimsə bizə qıraqdan onu bizə irad tutanda. Mənim davam nə hökumətlədir, nə müxalifətlərlə, nə iqtidarla, mənim davam informasiya müharibəsidir. Bizə qarşı olan müharibəyə qarşı, mübarizəyə qarşı adekvat reaksiya. Bəzən də məni bu adamlar başa düşmür. Fikirləşirlər ki, mən danışmaq hüququm yoxdur. Mən İran haqqında danışanda İran aşiqləri fikirləşir ki, bu ancaq şiələrin əleyhinə danışır. Şiəliyin İrana nə dəxli var? Şiə nədir? İran nədir? Şiəlik İranda yaranmayıb. Şiəlik ümumiyyətlə Ərəbistan yarımadasında yaranmış bir təriqətdir. Bunun İslama nə dəxli var? Ümumiyyətlə şiəliyin, sünniliyin İslama dəxli yoxdur. Bu təriqətlərdir. Ancaq mən danışmayayım ki, kimisə xoşuna gəlmir. Bu davranış mıdır, bu insanlıq mıdır? Çoxları mənə yazırlar, çoxları deyirlər, çoxları səs atırlar, çoxları öz fikrini bildirir. Şifahi və yaxud yazılı formada. Bu istənilən halda bu insanlıq deyil. Əgər sizin kiminsə təriqətdən anlayışı yoxdur, dindən anlayışı yoxdur, dini ancaq İran obrazında görürsə, ya təriqəti İran obrazında görürsə, o adamların problemidir. Müharibə, informasiya müharibəsi gedir. İndi bütün cəbhə boyu. Buyurun, baxın. Yaxşı, İran uzaqdaydı, əli də uzanmırdı. Buraxaq İranı bir tərəfə, ya başqa ölkəni. Siz haradaydınız? Meyxanadaydınız? Diskoya getmişdiniz, bardaydınız, eğlenirdiniz, ya bir yerde gizlenmiştiniz, indi qeyrətiniz qabardı. O zaman haradaydınız? Gəldilər, işgal zamanıydı, məsciddə də donuz saxladılar. Ay qeyrətli, ay namuspərəst, ay qeyrətinə dəyən, ay qeyrətinə toxunan, sən harada?